Hər vaxtınız xeyir əziz dostlar, dəyərli izləyicilər. Reaksiya TV-nin efirində siyasi reaksiyanın canlı yayın buraxılışıdır. Biz hal-hazırda studiyadan canlı olaraq sizinlə görüşdəyik. Dünyada müxtəlif hadisələr baş verir. Dünya yenidən şəkillənir deyə bilərik. Gözləmədiyimiz hadisələrlə üz-üzə qalırıq. Xəyal etmədiklərimizi gerçək kimi görürük. Ümumilikdə dünya dəyişir. Dünya yenidən şəkillənir və müasir dünyada beynəlxalq hüquq olduğu deyildiyi dünyada, ədalət olduğu deyildiyi dünyada biz beynəlxalq hüququn tapdalandığını, ədalətin olmadığını, dünyada yalnız gücün belə deyək, bir vasitə olduğunu müşahidə edirik. Sizdən xahişim odur ki, yeni izləyicilər, yeni qatılanlar və sonradan izləyənlər mütləq şəkildə yayımı YouTube-da bəyənib paylaşasınız, canlı yayıma dəstək olasınız və canlı chat bölümündə öz fikirlərinizi yazasınız, videonun altında da yazasınız. Biz bugün dünyamızda nə baş verir və bu dünyanın yenidən şəkillənməsində Azərbaycanın yeri və rolu, Cənubi Qafqazın yeri və rolu, Türk dövlətlərinin yeri və rolu haqda Turan Hərəkatının başqanı Cahangir Bayoğlu ilə danışacağıq. Hər vaxtınız xeyir Cahangir bəy, xoş gəldiniz. Xoş görüşdük Zahir bəy, hər kəs salamlayıram, başarılı yayınlar diləyirəm. Təbii ki, siz çox düzgün vurğuladınız. Dünya yenidən şəkillənir. Dünya daha bir 100 il idarə olunmada yeni bir sistem üzərində qurulmağa çalışılır. Təbii ki, yeni bir düzənin qurulmasında ona qarşı olan kifayət qədər əski və əski dünya ilə bağlı olan çox saylı, olduqca ciddi qüvvələr var. Yenidən düzənlənmənin də qarşısına duran o qüvvələr, yenidən düzənlənmək istəyən qüvvələrlə üz-üzə gəlir. Bəli. Və bu üz-üzə gəlmənin nəticəsində də dünyada ayrı-ayrı deyək ki, müharibələrin başlanması ya da ayrı-ayrı müharibə ocaqlarının sönməsi və digər rahatsızlıqlar özünü bürüzə verir və bu bürüzə vermələrdə də bir çox hadisələr təbii ki, bugün dünya insanlarının həyat tərzinə, dünya görüşünə ciddi təsir göstərir. Bu baxımdan da dünya bu yeni şəkillənmədə siz dediyiniz kimi hansı formatda olacaq, ayrı-ayrı dövlətlər hansı mövqeyi sərgiləyəcəklər, kim harada olmaq istəyəcək, bu artıq ayrı-ayrı dövlətlərin və millətlərin üzərinə düşən Cahangir bəy, bir burada bəyəm istəyinəndimi? Onlar istəyəcəkmi, yoxsa o yerlərdə qoyulacaq? Yəni, indi sanki biz belə görürük ki, hətta nəinki insanların, dövlətlərin mövqeyini soruşmurlar. Zahir bəy, burada bir çox güclər nəyisə istəyir. Amma bir çox millətlər və dövlətlər müqavimət göstərmir. Onların istək və arzularına uyğun olaraq əllərini qaldırırlar, deyirlər ki, mən sizin əmrinizdə hazıram. Dövlətlər və millətlər də var ki, onlar bu yeni düzəndə fərqli bir savaşın və davanın içərisindədirlər. Hesab edirlər ki, dünya daha bir 100 ilə şəkillənirsə, bu mücadilədə elə bir mövqe sərgilənməlidirlər ki, o yeni düzəndə söz sahibi olsunlar. Və eyni zamanda da elə dövlətlər var ki, kiminsə yanında fırlanmağı, onun oxunda fırlanıb rahat, onun sayəsində və özünün də milli mənəvi dəyərlərini onlara qurban vermək şərtindən fırlanmaq istəyir. Daha çox maddiyyat uğrunda mübarizədə özünün hakimiyyətini düşünür. Burada insan amili və milli amil nəzərə alınmır. Sadəcə millət üzərində hakim olan güclər belə bir siyasətdə onların maraqlarını oynayırlar ki, onları o güclər davamlı hakimiyyətdə saxlasınlar. Bunlar da özünü tiran kimi, əskidən olduğu kimi davam etdirsinlər və bir sıra yenidən sorunları dərinləşdirsinlər. Deyək ki, buna nümunə olaraq ərəb ölkələrin bir çoxsunu biz nümunə göstərərik. İkinci Dünya Savaşından sonra özəlliklə Birinci Dünya Savaşında dünya yenidən şəkillənəndə ərəb dünyasında elə bir sistem quruldu ki,
Orada ayrı-ayrı tayfalar hakimiyyətə gətirildi və ola tayfaların bir qismi hələ də hakimiyyətdədir və özləri o dövlətin və millətin ağası sayırlar. Buna biz Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyini nümunə göstərə bilərik. Və bir çox dövlətlərdə də, ərəb dövlətlərində də fikir verdiniz ki, Sovetlər Birliyi dağıldığına görə sosialist düşərgəsinin üzvləri olduqlarına görə oralarda dağıntılar baş verdi. Məsələn, İraqda, Suriyada və bütün belə Yəməndə və bir sıra belə dövlətlər vardı ki, onlar sosialist düşərgəsinə aid olduqlarına görə, Sovetlər Birliyi də dağıldığına görə orada ciddi qarşıdurmalar oldu. Və bu qarşıdurmaların nəticəsində də o dövlətlərdə siyasi hakimiyyəti nəzarətə almaq istəyən qüvvələr meydana çıxdı. Və onların da bugün içərisində hələ də bu qavqa və gürültü davam etməkdədir. Digər tərəfdən də Avropa dövlətlərinin quruluş fəlsəfəsinə biz baxdığımızda, Sovetlər Birliyi dağılandan sonra Rusiyanın yenidən imperialist məfkürəsinin qabarmasını və bu qabarmada ayrı-ayrı sıxıntılar yaratmasını biz görürük. Və bütün bu siyasətlərin yanında da sakitcə güclənən və kürəsəlləşən bir Çin artıq ortadadır ki, bu Çin, yeni Çin artıq həm də digər güclərdən daha çox güclüdür. Bugün yenilənən Çin, güclənən Çin hətta Amerikadan da bir çox parametrlərinə görə güclü görünür. Bu da dünyada İqtisadi gücünü deyilir ki, 30-cu ilə qədər Amerikanı keçə bilər. Təbii ki, son dövrlər Cahir bəy, dünya dövlətlərinin gücü onların iqtisadi potensialıyla dəyərləndirilirdi. Biz Avropa Birliyini, Avropa dövlətlərini çox güclü hesab eləyirdik. O cümlədən də İngiltərəni. Məlum oldu ki, Ukrayna-Rusiya savaşı bunu bir başa ortaya çıxartdı ki, Avropa dövlətlərinin gücü deyiləndə hər kəs orada həyat tərzini və onların istehsal və iqtisadi münasibətləri, dünyada olan təsir imkanları və bir çox kolonial siyasətlərindən külli miqdarda mənimsəmələr o dövlətləri qüdrətli göstərir və eyni zamanda bu dövlətlərin gücü ancaq iqtisadiyyat üzərində qurulub və bir də nizamlı bir düzən üzərində qurulub ki, o nizamlı düzəni pozmaq olmaz. Amma müharibə onu sübut edir ki, Avropa dövlətlərinin heç birinin əsgəri gücü yoxdur. Tək ki, bu Avropa dövlətlərinin hər kəs görür, havadan savunma sistemi, havadan hücum, uçaqları və digər sahələrdə bir çox üstünlükləri varsa da, məlum olur ki, əsgərləri yoxdur. İngiltərə kimi dövlətin böyük bir dövlətdir. 67 min əsgəri var. İndi düşünün ki, Fransa və Almaniyanın elə bilirsiniz ki, bir əsgəri gücü var. Onlar əsgərə elə bir illik büdcə ayırmadılar. Çünki Amerikanın təhlükəsizlik çətiri var. İndi Amerikada təbii ki, bunların çətiri altında Amerika bunları saxlayırdısa bu əsgəri gücünə və məlum olur ki, bu əsgəri gücü elə tək Amerikanın olmayıb ki, əsas bu mövzu burada gedir NATO gücündən. NATO gücünün havadan savunma, havadan hücum və bir çox texnoloji üstünlükləri Amerikanın olsa da füzələr, özəlliklə nüvə başlıqları və digər tərəfdə dənizdə İngiltərə daha güclü olaraq bunu tamamlayırsa, məlum oldu ki, quru qüvvətləri heç birində bugün yoxdur. Quru qüvvətlər yalnız NATO'da Türkiyənindir. Və bugünkü Avropanın əslində güvənliyini təmin edən bir Türkiyə silahlı qüvvətləri varsa, eyni zamanda Avropa Birliyi Türkiyəni bəyənmirdi və Avropa Birliyinin üyəsi olmağına imkan vermirdi. Halbuki, Sovetlər Birliyinə, ondan sonra Rusiyaya qarşı hərbi bloklaşmada bunların Rusiyaya göstərdikləri güc, fiziki güc Türkiyə gücüdür. Amma Türkiyəni də qəbul eləmirdi. Ziddiyyətlər, qarşıdurmalar, anlaşılmamazlıqlar, nizamsızlıqlar böyük bir sorunlar yaradır. Və bu sorunların içərisində bugün nizam pozulub. Nizam pozulanda da artıq ayrı-ayrı qüvvələr bəziləri artıq öz duruşlarını qoruya bilmirlər. Bəziləri daha çox iləri getmək istəyir, gedə bilmir. Bəziləri geri addım atmağa məcburdur, geri atmaq istəmir və bütün bunların hamısı ziddiyyət yaradır ki, dünya dövlətlər arasında toqquşmalar baş verir və bu toqquşmaların sayəsində də yeni bir dünya düzəni ehtiyac qalır. Bu gün də özəlliklə biz Avropa
siyasətinə diqqət etsək, Avropa Birliyi hər zaman deyirlər, Amerikanın klubudur. Avropa Birliyi Amerikanın klubu olmaqla yanaşı, məlum oldu ki, Amerikanın özünün də içərisində elə qüvvələr var ki, bu Avropa klubunu heç qəbul etmir. Bununla biz Trump'ın şəxsində gördük. Trump'ı hakimiyyət özü gəlmədi ki, herhalde Trump da böyük sərmayə gücünə gəldi, böyük dövlət resurslarının sayəsində hakimiyyətə gəldi. Burada trilyonlar rol oynadı. Dövlət resurslarından çox söhbət iş adamlarının. Tək bütün dövlətin içində elə bilirsiniz ki, Trump'ın əleyhinə idi. Hansısa qüvvələr də Trump'ın yanındaydı. Dövlətin özü içəridə Trump'ın yanında olmasaydı əks tərəfi tərpədə bilməzdilər bunlar. Oradan da bunu istəyənlər oldu və nəticədə Amerikanın özü iki Amerikalı oldu. İki Amerikanı biz gördük. Artıq dünyada iki Amerika var. Və əslində dünyada baş verən dəyişkənliklər iki Amerikanın bir-birinə toqquşmasının nəticəsindədir. Hansılardır o iki Amerikan? Trump'dır deyək. Deyək ki, Amerikan bugünkü Trump hakimiyyətə gələndə deyilən olundu. Trump'dan öncə hətta bundan öncə seçkilərdə deyirlər, seçkilərə hiylə qatılıb, Bidenin seçilməsinə əlavə səslər atılıb, orada bir də fikir ayrılığı var idi əvvəldən. Hətta o zaman Trump'ın həbs olunma məsələləri var idi ki, Trump'ı sustursunlar. Seçki baş verəndə Trump'ın öldürülmə məsələləri gündəmə gəldi. Biden hakimiyyət dövründə əvvəldən axıra qədər ancaq məhkəmələrdə başladı. Məhkəmələrin yanında hətta öldürməyə qədər getdilər. Bu ondan xəbər verir ki, daxildə olan savaş, dünya savaşın elə özüdür. Deyəndə ki, dünya savaşı, 3-cü dünya savaşı, elə 3-cü dünya savaşı əslində Amerikanın içində baş verir. Amerikanın içərisində baş verən bu savaş artıq dünya dövlətləri içinə yayılır. Çünki Amerikanın içərisində olan bu qüvvələrin hər birinin dünyanın ayrı-ayrı dövlətlərində uzantıları var. Deyək ki, Trump'ın ayrı-ayrı dövlətlər içərisində gücü zəifdir. Özəlliklə bir neçə dövlətdə onun ta əzəldən biz bilirik dəstəkçiləri var idi. Onlardan biri Rusiya idi deyək ki. Trump'a qarşı çıxmırdı. Niyə? Putin Rusiyasına qarşı ən çox dirənən, boy göstərən Biden Amerikası idi. Yəni Trump'ın əleyhinə olan Amerika idi və o Amerikada LGBT Amerikası deyə bilərik. Və LGBT Amerikasından Trump Amerikası adını belə qoysa daha uyğun olar. Bu arasında olan bir savaşda təbii ki, Trump ta öncədən bilirsiniz, ailə yapısı, LGBT-lik ilə bağlı qanunlar qəbul edirdi. Onların əleyhinə mövqe sərgil edirdi, bayraq qaldırırdı. Bu da Trump'ın əslində xoşuna gəlirdi. Digər tərəfdən də bilirsiniz ki, məsələn, bizim qonşu Gürcüstanda da bu LGBT-lik əleyhinə qərarlar və qanunlar çıxarılıb, doğrudurmu? Onun kimi də Avropada tək-tük dövlət, deyək ki, Macaristan belə bir qanun içərisindədir və davamlı olaraq bu Biden Amerikasının siyasətinə qarşı özünü daha çox meydana göstərən dövlətlərdən biri də Türkiyə idi. Onun da səbəbi tək deyildi. Biden hakimiyyətə gələndə elan eləmişdi ki, mən Erdoğan'ı seçkilərlə yıxacam. Bəli. Yəni bu artıq hələ seçilməmişdən qabaq seçki kampaniyasında bəyanat vermiş ki, mən Erdoğan'ın siyasi hakimiyyətdən getməsi uğrunda mübarizə aparacam. Bu da ondan xəbər verdi ki, bu Biden Amerikası, LGBT Amerikasından Erdoğan arasında ciddi bir qarşıdurma və ziddiyyət var. Çox doğru, dəqiq məqamlara toxunursunuz. Hətta biz həmin dövrdə Biden Amerikasının Türkiyədəki seçkilərə də necə müdaxilə elədiyini açıq müdaxilədən söhbət gedir. Açıq müdafiə Kılıçdaroğlu'nu Biden müdafiə eləmişdi birbaşa. Tək o deyildi ki, bütün seçkilərdə İmamoğlu'nun bələdiyyə seçkilərinin seçilməsində hamısının LGBT Amerikasının iştirakı var. Və LGBT Amerikasının yanında da Zarbək Avropa klubu var. Avropa dövlətləri də onun yanındaydı. Çünki Avropa klubunu yaradan LGBT Amerikasıdır. Və bu gündə Amerikada seçkilər keçirilib, Trump qalib gəlib. Trump'ın qalib gəlməsində əslində Rusiya, mən deyərdim ki, Rusiyanın yanında olan qüvvələrin də rolu olub ki, Trump'a içəridə dəstək olsunlar. Eyni zamanda gəlin açıq deyək ki, Trump seçkisində Türkiyədə Trump'a dəstək verib, açıq-açığına. Trump da elə and içər, and içməz, dərhal Türkiyə ilə münasibət. Zahir bəy, siz diqqət elədiniz seçkilərdə Amerika müsəlmanları açıq-açığına Trump'a dəstək verdilər. Bu elə belə deyil ki, burada əsas
rol oynayan Türkiyə idi. Və digər tərəfdən də Türkiyənin bölgəsəl və kürəsəl siyasətdə tutduğu mövqe Trumpın xeyrinə işləyirdi. Türkiyənin Orta Doğu siyasəti, dirənişi, mücadiləsi, Qafqazda və Ön Asiyada olan mübarizəsi və Avropa dövlətlərindən olan mübarizəsi nəticədə içəridə Trump'a xeyrinə işləyirdi. Bütün bu qüvvələr arasında tam mənada bloklaşma olmasa da bir əməkdaşlığın olduğu ortadaydı. İndi Trump seçilib. Trump bilir ki, onun yanında kim olub. Və o da bilir ki, hansı qüvvələr ona bu və digər formada dəstək olublar. Mən hələ bu təbii ki, bir siyasətçi söhbəti ola bilməz. Ola bilsin ki, bu qüvvələr maddi dəstək də veriblər. O artıq təbii ki, heç kim iddia edə bilməz. Ya veriblər, ya verməyiblər. Amma bütün hallarda bu dövlətlər Trump'ın seçilməyində maraqlı olublar. Firuzə xanım Qaralalı, bizim daimi tamaşaçımızdır, mən görürəm həmişə yazır. Yazır ki, mühafizəkarlar Trump'ı dəstəklədi. Mühafizəkarlar da Trump'ın, Amerika mühafizəkarları, şahinlər Trump'dır. Göyərçinlər də onlardır da. O göyərçində mavi olur da, bilirsən. Mavi göyərçinlər də o birisilərdir də. Yəni bu adı elədir. Yəni biri göyərçindir, biri şahindir də. İndi deyirsiniz, biz bu ekranda gördüklərimizdən biri şahin, biri göyərçindir. O göyərçin, mavi göyərçin. Elə bax görürsün sən də. Amma Trump təbii ki, şahindir də. Amerikanın da logosu türklərdən götürülmə şahindir də, qartaldır, belə götürək. Amerikanın özündə mühafizəkarlar Amerikanın sahibi hiss edirlər. Çünki Amerikanın qurucu babaları elə şahinlərin babalarıdır. Avropadan gedənlərdir. Amma digərləri fərqlidir. Orada fərqli bir dünya görüş var, fərqli yanaşma var. Şahinlər çoxunluq üzərində hərəkət edir, göyərçinlər azınlıqlar üzərində. Məsələn, cins azınlıqlar, din azınlıqlar, milli azınlıqlara daha çox üstünlük verirlər ki, azınlıqları çox göstərir. Bir yerə cəmləyəndə çoxunluqdan çox olsunlar. Məsələn üçün, Türkiyədə türk milləti çoxdur, doğru mu? Amma cins azınlıqlar, dini azınlıqlar, milli azınlıqları cəmləyəndə və onlar üzərində işləyəndə görürsən ki, türk olan Ələvi dini azınlıq adında gedir, o birisilərlə qoşulur, türk millətinin təmsilinin çoxunluq azalır. Yəni, onlar azınlıq üzərindən çoxunluq yaradırlar. Bunlar çoxunluq üzərindən çoxunluq olmaq istəyirlər və bunlar haqlıdır mövzuda. Bugün də dünya siyasətində bu özünü qabarıq göstərir. Bəlkə Almaniyanın özündə baş verən prosesləri izləsək, görürsünüz ki, bugün Almaniyada Alman milli dəyərlərinə üstünlük verən siyasət qabarmağa başlayır. O cümlədən Fransada və digər dövlətlərdə. Azınlıqlar üzərində qurulmuş siyasət təbii ki, Amerikada gedən siyasi proseslərə paralel olaraq sönməyə gedir. Və dünya əslində bugün Amerikanın yapılanmasına uyğun olaraq dəyişir. Amerikanın içərisində Trump məğlub olsa, dünya tamamilə başqa bir dünya olacaq. Trump içəridə olan qüvvələri tamamilə neytrallaşdırıb sıfırlasa, Avropa dövlətlərinin hamısında hakimiyyət dəyişməyə doğru gedir, gedəcək. Bütün dünya dövləti tək İngiltərə öz axarında qalacaq. Rusiyanın özündə Rusiyanın geosiyasi mövqeyinə görə ciddi dəyişikliklər olacaq. Trump qaldığı təqdirdə. Və eyni zamanda Ön Asiyada siyasət dəyişəcək. Ön Asiyada göyərçinlərlə, LGBT-çilərlə əməkdaşlıq edən bütün qüvvələr siyasi hakimiyyətdən gedəcək və dövlət yapısı dəyişəcək. Siz fikir verirsiniz ki, dünənə qədər LGBT-çilər daha çox federal Ön Asiya dövlətləri uğrunda mübarizə aparırdı. Amma Trump'ın siyasi kursunda olan güclər unitar dövlətlər uğrunda mübarizəyə maraq göstərirlər. Amma elə unitar dövlət ki, orada ana millət, əsas ünsür millət söz sahibi olmaq şərtindən digər xalqların və dini azınlıqlarında haqq və hüquqları qorunmaq şərtindən və heç bir dini azınlığa, milli azınlığa hüquq verilmir ki, əsas millətin əleyhinə devrin gerçəkləşdirsin, əleyhinə hakimiyyəti devirmək uğrunda mübarizəyə qalxsın. Onların arasında bu məfkürələr davası gedir. Mən bu baxımdan da hesab edirəm ki, bugün biz Trump'ın
Putinlə müəyyən mənada anlaşması, Trumpa yaxınlıq göstərməsi, bunların heç biri təsadüf deyil və sıradan bir məsələ deyil. Və eyni zamanda hər kəs bilməlidir ki, Rusiya Trumpın təqdim etdiyi də Rusiya deyil. Sadəcə Trump Rusiyanı bilinçli, güclü göstərir ki, bax, Rusiya ilə savaş davam eləsəniz, Rusiya sizə əzər, qalib gələrsiz, heç kimsin. Niyə? Trump onu da gözəl bilir ki, indi baxmayaraq müharibə dövründə biz Ukraynanın bütövlüyünü müdafiə elədiyimizə görə Zelenskiyə də hər zaman bir sayğı duymuşuq, davasının yanında olmuşuq. Amma hər kəs bilir ki, Zelenskini LGBT-çilər gətirib baxa hökumədə. Trump da bilir ki, Zelenskini LGBT-çilərin kadrıdır. Əslində Trump LGBT-çilərdən qisas almaq üçün Zelenskini vurur. Və eyni zamanda Putini də ona görə müdafiə edir ki, həm Putin ona müəyyən mənada siyasi dəstək verib və eyni zamanda Rusiya üzərindən özünün başqa hesabları var. Digər tərəfdən Putin əlinlə də həm də LGBT Zelenski komandasını zərərsizləşdirir. Ya Zelenski bayrağını qaldırıb tamamilə Putinin tərəfinə Trumpın tərəfinə keçəcək, hakimiyyətdə qalmaq üçün. Çünki müəyyən dirəniş göstərmək istəsə, onu dəyişməyə gedəcək. Yeri gəlmişkən, Trump özü açıqladı ki, Zelenskidən məktubu almışıq, üzr istəyib. Hətta Ciddədəki görüşdə də... Yox, artıq orada siz fikir verirsiniz ki, artıq Zelenskidə Trumpın siyasətinə uyğun davranışlar sərgiləyir ki, hakimiyyətdə qalsın. Və eyni zamanda Trump bugün açıqlama verildi, mətbuatda yayıldı ki, biz onu yenidən Ağ Evə dəvət eləyə bilərik bugün. Eləyərik, yox, artıq dəvətlidir. Bəli. Amma Zelenskini ora hazırlayan kim oldu? İngiltərə. Yəni bugün nə Almaniya o prosesdə iştirak elədi, nə Fransa. Bəli. Bu işin əsas aktyoru İngiltərədir. Çünki İngiltərə təsadüf Brexit eləməyib ki, Avropa Birliyindən elə belə çıxmayıb ki, bugünkü proseslərin bura gələcəyini hesablayan və onun uğrunda mücadilə aparan bəlkə də iki dövlətdən biridir. Məncə elə iki dövlətdən biridir və birincisidir. Bu baxımdan İngiltərədə Ukraynanı və Avropanı bütövlükdə qazanmaq uğrunda mübarizədə göyərçinlərin əlindən, LGBT-lərin əlindən, cins azınlıqların belə deyək, əlindən alıb yeni Avropa qurulması uğrunda mübarizədə Trump Amerikasına əməkdaşlıq edir. Trump Amerikası da İngiltərə ilə olan bu əməkdaşlıqda maraqlı görünür. Çünki dünya siyasətində, dünya dövlətləri üzərində İngiltərənin təsir imkanları çoxdur. Dünyanın 53 dövlətində İngiltərənin təsir imkanı var. Siz fikir verdiniz ki, Trump Kanadanın baş nazirini yola saldı. Və eyni zamanda hər kəs də bilməlidir ki, Kanada İngiltərə krallıqlarından krallığına tabi olan dövlətlərdən biridir. Amma Kanadanın baş naziri LGBT idi. Onu göndərdilər, mühafizəkar, özlərinə uyğun olan birini gətirirlər. Və burada İngiltərənin özü iştirak edir. Özü də bu dəyişimdə Trumpa dəstək verir və əski Amerikanın təmsil etdiyi qüvvələrin də dünya siyasətindən sıfırlanmasına maraqlıdırlar. Niyə? Bunun bir neçə tərəf var. Həm Amerikanın düzənlə və dövlət fəlsəfəsini artıq onlar uyğun gəlmirlər. Onlar özlərini dövlətdən daha güclü dövlət sayırlar və hesab edirlər ki, onlar var, Amerika var, onlar istəsələr Amerikanı dağıdarlar, onlar istəsələr dünyanı dağıdarlar. Elə təsadüf deyil ki, adi Covid-19 xəstəliyini yayıb dünyanı lərzəyə salmamışdı onlar. Bəli. Yəni bunlar dünya demək istəyirlər ki, dünya bizim əlimizdədir, nə desək onu eləyərik, siz bizim əmrinizdə olacaqsınız. Dövlətlər, millətlər onların əmrindədir, onlar da ağadır. Dövlət üstü dövlətdir bunlar. Amma heç bir məsuliyyətləri yoxdur. Pul dolarındır. Çünki bütün para baronları, kürəsəl güclər, LGBT, nə bilim filan, bütün pisliklər onlarla bir yerdədir. İndi bu pisliklərə qarşı bir mübarizə getdiyi bir zamanda təbii ki, dünya dövlətlərinin kimdən daha çox əziyyət çəkib, əziyyət çəkənlər o birisilərlə əməkdaşlığa meyilli olurlar və daha çox həm də özünlərini qorumağa çalışırlar ki, bir daha başlarına bu bəla gəlməsin. Türkiyə
Soyuq Savaşdan sonra döneminde, daha doğrusu 2. Dünya Savaşı'ndan sonra NATO üzerinden Amerika'ya ve Avrupa'ya daha çok meyillendi. Daha çok Amerika integrasiya etdi ve məlum oldu ki, Türkiye'nin içerisinde yapılanan güc LGBT Amerikasıdır ve hemin Amerika Türkiye'de 15 iyulda Temmuzda, iyulda darbeye gitti. Və məlum oldu ki, LGBT Amerikası Türkiyənin özü üçün təhlükədir. Və bu təhlükə gələcəkdə Trump Amerikası da təhlükə ola bilər anlayışıyla Türkiyə artıq Trumpla da elə bir əməkdaşlığa üstünlük verir ki, daha çox Trump Amerikasının yanında deyil, qarşılıqlı əməkdaşlıq edən bir Türkiyə rolunda olsun ki, bir daha başına 15 iyul darbəsi gəlməsin. Bugün Biden Amerikası ona o sorunu yaradırdısa, sabah Trump Amerikası o sorunu yarada bilməsin. Əslində dünya dövlətləri arasında bugün anlaşmalar, anlaşılmamazlıqlar, qarşı durmalar bu fəlsəfələr üzərindən baş verir. Və digər tərəfdən də təbii ki, qlobal mənada götürəndə bugün çox adam deyir ki, nədən Trump Putinlə yaxınlıq eləmək istəyir? Hətta bəziləri çıxartdı ki, Trump Rusiyanın agentidir. Hər şeyə qədər getdilər ki, onu çözsünlər, amma primitiv yanaşma ilə bunu çözmək olmaz ki. Sadəcə olaraq Amerika baxır meydana. Əsas rəqibi kimdir Çin? Rusiya Çinin yanında olsa, Çin böyük bir ərazi qazanmış olurmu? Böyük yeraltı yerüstü sərvətlər əldə etmiş olurmu? Avropaya qədər sərhədlər uzanırmı? Amerikanın özünə qədər sərhədi gedib çıxırmı? İndi Amerika özünün güvənliyini düşünərək, gələcəyini düşünərək Rusiyanın Çinin yanında olmasını istəyərmi? Təbii ki, yox. Ona görə bugün Trump Amerikası Putinə yaxınlıq edir və Putini olduğundan da gücünü göstərməyə çalışır ki, Rusiyanı qazansın və qazandığı Rusiyanın əlindən dünyanın digər mənzərəsinin dəyişdirilməsində o amildən istifadə etsin. Bəli, yəni ki, Rusiyanı güclü göstərsin, göstərici olaraq, amma əsas hədəf olan, əsl güc olan Çinin gücünü zəiflədir. O bilir ki, Rusiya ərazi və məkan baxımından yeraltı və yerüstü sərvətlərindən gerçəkdən çox güclüdür. Və əslində o gücü qazanmaq istəyir, ələ keçirmək istəyir. Həmin gücü ələ keçirir. Həm də bilir ki, Rusiya nə qədər çalışsa da gəlib Amerikaya çatmayacaq. Yox, artıq ona görə də real gücü təhlükəsizləşdirmək. Trump Amerikası burada olduqca uğurlu bir siyasətin içərisindədir. Mən Trump Amerikasından danışıram ha. Birinci Rusiyanı yaxınlaşdırmaqla Avropa dövlətlərini tamamilə özünün təsir imkanına salacaq və orada dövlət çevrilişləri eləyəcəkmi? Seçkilərlə. Ukraynanın özündə də artıq LGBT dəyərləri üzərində qurulmuş bir Ukraynadır, Trump dəyərlərindən qurulmuş bir Ukraynanı əldə etmiş olacaqmı? Artıq Ukraynanın yeraltı sərvətlərinin 50%-nə imza atdı, eləmi? Bəli. Artıq razılaşdılar, doğru mu? Zelenskinin razılaşmalıdır. Yox, Zelenskinin artıq bu saxlayacaq da. Çünki bu artıq küresel Amerikanın, LGBT Amerikanın göyərçinlərin əlinə deyil, şahinlərin əlinə oynayan bir Ukrayna olduğuna görə o qoruyacaq və nəticədə baxarsınız Zahir bəy. Amerikada bir siyasət quracaq ki, götürəcək ki, həm Rusiyanı qazanacaq, həm də Ukraynanı. Ukraynanı qazanmaqla Avropanı dizayn eləyəcək, Rusiyanı qazanmaqla Çin dünyasına qarşı böyük bir blok yaradacaq. Ön Asiyada da diqqət edirsiniz. Ön Asiyanın süper dövləti, böyük bir xülya quran İsrail siyasədə məğlubiyyətə gedir, doğru mu? Yeni bir güc ortaya çıxır. Hansı güc? Türkiyə gücü. Elə gəlin digər mövzulara keçək. Əziz dostlar, dəyərli izləyicilər, xahiş edirəm yayımı bəyənin mütləq. YouTube-da mən rəylərinizi də oxumağa çalışacağım. Deməli, Nigar xanım Ögədayın bir sualı var. Deyir, İran Məclisi Ulusal Güvənlik Komissiyonu Başqanı Türkiyə Suriya xalqına yönəlik soykırımın hesabını verməli demiş. Buna da fikir bildirin, xahiş edirik. Və təbii ki, bugün Ön Asiyada, özəlliklə Suriya üzərində Türkiyənin mövqe qazanması, güclənməsi, üstünlük əldə etməsi
nəticəsində üç dövlət böyük bir zərbə aldı. Birincisi, bölgənin sahibi olmaq istəyən İsrail, ikinci İran, üçüncü Rusiya. Bu üç dövlət Ön Asiyada ciddi bir məğlubiyyətə uğradılar. Onun əvəzini çıxmaq üçün revanş siyasətində bir yerdə olmağa başladılar. İran və İsrailə hər zaman hamı qarşı tərəf kimi təsəvvür edir və bu qarşı durmalarda da biz hər zaman deyirdik ki, bunların anti-Türkiyə siyasətində hər zaman bir yerdə olacaqlar. Biz revanş siyasətində, Türkiyəni yenidən vurma siyasətində, Suriyanın içərisində qarşılıqlı yaradıb, mövcud hakimiyyətin yıxılmasında iştirak etmə siyasətində yenə bir araya gəldilər və burada da İran böyük toplumsal hərəkat, xalqı ayağa qaldırmaqda da məzhəbçilik amilindən ustalıqla istifadə etdi. Bəli. İsrail özünün istihbarat güclərindən orada iştirak elədi. Rusiya əskəri gücü xalq içərisində olan əlaqələrini hərəkətə gətirməklə yarası, eyni zamanda Moskvada olan Bəşər Əsədin ilişkilərindən də yararlandı. Bu gücü bir yerə cəmlədilər. Suriyanın batısında, Akdəniz qıyısında, Laskiya və Tartus bölgəsində xalq ayaqlanmasını həyata keçirdilər. Bu xalq ayaqlanması qalib gələcəkdirsə, təbii ki, o xalqın iradəsi olmayacaqdı. Bu artıq istihbarat güclərinin qurduğu bir sistem idi ki, o qalib gələrdisə, Suriyanın yenidən xaosa gedib, Suriyanın bölünməsinə gətirəcəkdi ki, bu bölünmə siyasətinin ana aktyoru bölgədə İsraildir. Türkiyənin də mövqələrini vurmaq, təbii ki, həm Rusiyanın, həm də İranın maraqlarına uyğun gəlirdi. Bütün bu üç dövlətin maraqları orada təmin olunacaqdı. Laskiya ayaqlanmasında mövcud iqtidar, Əhməd Şara iqtidarı qalib gəlməsəydi, mən hesab edirəm ki, biz daha bir 100 il içərisində dünya siyasətində üstlənmə istədiyimiz rol itirəcəkdik. O baxımdan orada təbii ki, bu darbənin yatırılmasında sivil insanlar ölüb, mən qəbul edirəm. Amma bu sivil insanlar başqa kirli niyyətlərin həyata keçirilməsində qurban olan insanlardır. O mövcud yönətimi qoruyan insanlar bir gün, 2 gündən sonra Suriyada SDK ilə, yəni Amerika güclərinlə Şam mərkəzi hakimiyyəti arasında bir sazişə gətirən bir iradə sərgilədilər. Amma ölümlərlə də bağlı Əhməd Şaranın çıxışı oldu ki, o ölümləri həyata keçirən ən yaxın adam belə olsa ən sərt şəkildə cəza. Təbii o prosesin özündə təbii ki, əmri mərkəz verməmişdi, xalqa qırın. Orada qurulmayan bir deyək ki, dövlət var. Deyək ki, oturuşmaq istəyir, əskəri gücü, polisi yenidən yapılanmaq istəyir. İçərilərində hələ ayrı-ayrı güclər var, pozucu qüvvələr var, başqa güclərə işləyənlər var. Digər tərəfdən də Bəşər Əsəddən qalan bütün generallar, əskərlər, zabitlər silahlarından evlərindədir. Bu arada hansı bir provokasyonlar həyata keçirildi, onun detayları açılmıyor. Çox ehtimal olunur ki, bunların detayları açılanda sivil insanları öldürən insanların içərisində İsrail kəşfiyyatı da olub, Rus kəşfiyyatı da olub, İran kəşfiyyatı da olub ki, insanları öldürüblər ki, xalqı ayağa qaldıra bilsinlər. Digər tərəfdən də Bəşər Əsədin əskərləri də burada iştirak edib. Xalqın öldürülüb, ay xalq sizi Nusrayləri yanı öldürürlər, sünnilər, Əməvilər Nusraylərə qarşıdır, şiyələri qırırlar. Türkiyədə də başlarlar kampaniya aparmağı ki, Ələviləri öldürürlər. Ey Ələvi dünyası ayağa qalqın. Nusraylər, şiyələr və Əməvilər eylənmişlər eyni məzhəb. Halbuki heç bir aidiyyəti yoxdur. Var aidiyyəti, İslam olmaqla. Amma tam mənada heç bir uyğunluqları yoxdur. Tamamilə ayrı bir fəlsəfə daşıyıcılarıdır. Nusraylər nə şiyədir, nə Ələvidir. Eyni zamanda şiyələr də Ələvi deyil ki. Bütün bu, amma bu prosesdə Türkiyənin içərisində Ələviləri qaldırmaq, bütün o Batı, Suriyanın Batı hissəsində olan Nusrayilləri və Türkmən qızılbaşları da ayağa qaldırmaq, onların birliyindən və gücündən istifadə edib kirli niyyətlərini həyata keçirmək istəyirdilər. Bu həyata keçirmədə hələ bilmək olmaz. Mövcud Əhməd Şara
silahlı qüvvətlərinin, yəni sivil insanların ölməsində rolu nə qədər olub? Mən hesab edirəm ki, orada ayrı-ayrı yanlışlıqlar olub, amma müəyyən mənada yüzlərlə insanların ölməsində provokator qüvvələri iştirak edib, buna kəsin əmin olmalıyıq. Necə ki, Sumqayıt hadisələrində erməniləri öldürənlər ermənilərin özüdür, Rus kəşfiyyatı deyildimi? Həmin məsələdir. Bəli. Deməli, Candar bəy, verilişimiz başlamamışdan əvvəl söhbətimiz oldu və onda dediniz ki, Rusiya İranı satdı. İstəyərdim buna da bir geniş... Bu, Trump Rusiya ilə yaxınlaşır. Bəli. Rusiyanı kimə qarşı qoyur? Yəni, Rusiyanı yanına alandan sonra Rusiya kimin cəbhəsində olacaq? Trump Amerikasının, düzdürmü? Deməli, kimlə üz-üzə gələcək sabah Amerika? Çinlə. Kimlə üz-üzə gələcək? İranla, doğrumu? Bu arada Trump Xameneiyə məktub göndərmişəm deyir. İran isə rəsmi şəkildə deyir ki, hələ bizə elə bir məktub gəlməyib. Trump açıqlama verib ki, biz İranı nükleer silahlarının dayandırılmasıyla bağlı müzakirələrə dəvət edirik və təbii ki, həm də bunu biraz Trump özünə xarakteri bir formada təqdim edib, deyib. O formatda biraz qabadayı kimi davranır təbii ki, sanki bir əl uşağı obrazında. Bunlar da İranda hesab edirlər ki, bu İranı əslində aşağılamaqdır. Və eyni zamanda deyib ki, gəlsinlər Amerikada danışaq. Gəlsinlər yanıma, bir söhbət eləyək. Bunlar da ondan sonra təbii ki, Türk Pezişkyan ağanın göstərişindən, yəni Mollabaşının göstərişindən açıqlama verdi ki, biz sizin yanınıza gəlib aşağılanmaqdansa ölməyi üstün tuturuq. Bu da artıq Amerika birbaşa mesaj verdi ki, biz bu siyasəti getmərik. Bunların arasında olan bu məsələlərin arxasında təbii ki, Rusiya və Trump arasında gedən diyaloqda, təbii ki, qapı arxasında olan söhbətlər də çox ehtimal ki, təbii ki, bugün savaş dayanır, nə edirik? O deyək ki, Rusiya özünün gələcəyini, qarantiyasını müzakirə edilir ki, yaxşı, bundan sonra nə olacaq? Mən bunlardan ayrı düşəndən sonra Çinlə ayrı düşdüm, İranla ayrı düşdüm, onda bizim gələcəyimizin olacaq. Onların hamısı müzakirə predmetidir. Və bir məsələnin olmur, ona görə aylarla bu məsələlər müzakirə olunur, ola hələ ortada bir əməl yoxdur, amma söz-söhbət gəzir. Amma söz-söhbət gələcək əməllərin konturlarını göstərir ki, proses hara doğru gedir və burada da hər kəs görür ki, Trump Amerikasından Rusiyaya yaxınlaşır, Putin, Trump yaxınlaşma varsa, hədəfdə İrandırsa, deməli Rusiya İranın yanında olmayacaq. İran yetkililəri də bu baxımdan Putinin İran-Amerika diyaloqunda deyək ki, həm də özlərini, İranı satdığı anlayışını qəbul edirlər və burada da İran tərəfi haqlıdır. Gerçəkdən Rusiyanı qorumaq naminə artıq Rusiya özünün gələcək varlığını Çinin və İranın yanında deyil, Amerikanın yanında olduğunu seçirsə, bu təbii ki, İran və Rusiya arasında bir məsafənin qarşı durmanın yaranmasına xəbər verir. İranın taleyi necə olacaq bu yeni şəkildə? Bu artıq İrana, bilirsiniz, İranın bugün gücü həm dünya siyasətində, həm də ayrı-ayrı geosiyasi maraqların kəsişdiyi, toqquşduğu, uzlaşdığı məkanlarda ayrı-ayrı dövlətlər üzərindən təsir imkanları var. Məsələn üçün, qonşu dövlətlərdən, deyək ki, Əfqanistan üzərindən, Türkmənistan, Qazaxıstan, Özbəkistan üzərindən, eyni zamanda Qafqaz dövlətləri üzərindən Rusiyanın, İranın özündən başqa da təsir imkanları var, doğru mu? İndi düşünün ki, bu təsir imkanlarını Rusiya çəkir. İran özünün bölgədə olan gücünün bir %50'sini itirirmi? 50'sini itirirsə, tək qalırsa, uzaq Çin də onun yanına gələ bilmirsə və uzaq Çin yalnız maddi dəstək verə bilərsə, ya da texnoloji və bu dəstəyi də müəyyən mənada yeri gələndə özünün güvənliyinə böyük bir təhlükə olduğunu görüb, geri çəkilirsə, İran öz resurslarından İranda baş verəcək dəyişkənliklərə dirəniş göstərə biləcəkmi? Təbii ki, yox. Ona görə bu il Ukrayna, Rusiya arasında sülh sazişi deyil. Özəlliklə ateşkəs sazişi, amma
zamanı bəlli olmayan atəşkəs sazişi. Çünki zamanı bəlli olmayan atəşkəs sazişi imzalayacaqlar ki, Amerika, Ukrayna və Rusiya üzərindən bölgəsəl siyasətini doğru və düzgün dizayn etməkdə yanlışlığa yol verməsin. Ona belə bir atəşkəs sazişi lazımdır. O zaman həm Ukraynanı neytrallaşdırır, Avropanın əlində oynamır, Rusiyanı da neytrallaşdırır, Çin və İran üzərində olan siyasi hərəkətlənmədə onlara dəstək verə bilmir, əksinə onlara qarşı çıxır. Bu baxımdan da Zahir bəy, bu atəşkəs sazişi imzalanan kimi proses gələcək ilk növbədə İran üzərinə. İran üzərinə dünya dövlətləri gəldiyi bir zaman, təbii ki, İran bölgədə Türkiyə üçün təhlükədirmi? Suriyada, Türkiyənin siyasətində qarşısında durur. Və digər tərəfdən Türkiyənin yeni siyasi hərəkətlənməsində dövlət fəlsəfələri toxuşur Türkiyə ilə. Bugün Türkiyənin, siz fikir versiniz, Suriya üzərindən yapılanmasına, siyasət yürütməsinə. Türkiyə yeni anayasa təklif edilir. Təbii ki, bu Türkiyə dövlətinin fəlsəfi düşüncəsinə dayanan anayasadır. Və Suriya gələcəkdə necə dövlət olmalıdır, obrazını ortaya qoyan Türkiyədir. Bu Əhməd Şaranın orada olan 10 illərlə çöllərdə savaşan əsgərlərin işi deyil, Zahir bəy. Burada Türkiyənin dövlət ağılı iştirak edir və onlar da İsrailə model təklif ediblər. Model nədir? Ana millət. Ərəb millət olduğuna görə dövlət Ərəb dövləti adlanır, Suriya Ərəb dövləti. Ana millət, aparıcı millət Ərəb olduğuna görə dövlət dili Ərəb dili olur. Bunun yanaşında Suriyada yaşayan bütün dini və milli azınlıqlara anayasal bir qarantorluqla haqq tanınırlar ki, onların heç bir hüququ tapdanana bilməz. Və eyni zamanda hakimiyyət strukturları seçkilərlə müəyyənləşir. Cumhurbaşqanlığı seçkiləri, parlament seçkiləri və heç bir azınlıq dövlətdə kvota əldə edə bilmir. Çünki bilirsiniz, SDK deyirdi ki, prezident sizdən olsun, vitse bizdən, baş nazir bizdən, istəyirlər kvota əldə eləsinlər. İraqda olduğu kimi. Bu son anlaşmada bunun qarşısını alındı. Kvota yoxdur. Seçkilərə gedirik, amma Suriyada yaşayan türklər qədər, deyək ki, dürzülər qədər, kürdlərin də haqqı olacaq. Nə üstün, nə aşağı. Və vətəndaşlıq hüququnda da hər kəs bərabərdir ki, bu da dünyanın şərtləri. Bu anlayışla Türkiyə yeni bir siyasi dövlət fəlsəfəsi quruluşu ortaya qoyur ki, bu iləridə İraqa da tətbiq olunacaq, Zahir bəy. Və nəticədə federallaşan Suriya, federallaşan Amerika, federallaşan İran olmur. İndi gəlirik həmin fəlsəfə ilə İran üstünə. Gəlin, İrana gəlməmişdən qabaq tamaşaçılarımız da soruşur. Bu ciddi bir məsələ idi. PYD təslim oldu mu Suriyada? PYD orada savaşmadı və mən hesab edirəm ki, PYD üzərindən qurulmuş siyasət məğlubiyyata uğradı. PYD üzərindən bir sıra siyasət həyata keçirmək istəyirlər. Hər kəs də bilir ki, PYD Amerikanın yan quruluşudur. PYD-nin aparıcılığından bir SDQ, Suriya Demokratik Qüvvələr adında əskəri güc formalaşdıran Amerikada olub, maliyyələşdirən Amerikadır. Onların bütün silahlarını, yeməyini, içməyini, əskərlərin aylıq məvacını verən Amerikadır. Amerikanın silahlı qüvvətləridir SDQ. Amma SDQ üzərindən də İran, İsrail, Rusiyada öz siyasətlərini qururdular ki, siz dövlətləşin, İranı, Suriyanı federallaşdırın, biz sizin yanınızda olaq, nədir, Türkiyənin siyasətinə qarşı dursunlar. Bəli. Amerikada bu siyasətdə neytral dururdu. Kim qalıb gələcəkdi, onun yanında olacaqdı. Federallaşmaq istəyənlərə deyəcəkdi, sizinlə bir yerdə gəlin federallaşdıraq. Federallaşmaq istəməyənlərin də əsas təbii ki, burada Türkiyə idi. Türkiyə də deyir ki, orada özünüz müəyyənləşdirin də, yəni yerli hökumət nə qərar versə biz ona baxarıq. Əslində, hər ikisinin mövqeyini izləyirdi. Nəticədə federallaşmayan bir Suriya uğrunda mübarizə qalib gələn kimi Amerika gəldi, SDQ dedi, get Əhməd Şaranla artıq saziş imzala və bu sazişə uyğun olaraq federallaşmayan Suriya Ərəb dövlətinin də varlığına imza at, o bölgədə yaşayıb siyasətlə məşğul olmaq istəyirsinizsə, yaşayın, siyasətlə məşğul olun.
silahlı qüvvətlərinizi mərkəzi silahlı qüvvətlərə, yəni Suriyanın ordusuna artıq təhvil verin. Özünüz silahlı qüvvətlərin fiziki tərkibi Suriyanın milli ordusunun tərkibinə keçir və dövlət içində dövlət, əskər içərisində əskər olmur. Dövlət unitar bütöv olur, bir olur, əskər silahlı qüvvətlər bir olur və bu sırada da təbii ki, indi bu Məzlum Abdi, bilirsiniz onun adı, nə Məzlumdur, nə də Soya Abdidir. Məzlum götürür ki, ucuva Məzlumdur, əziləndir. Abdi də ABD-li deməkdir. Fikir vermişsiniz. Çox adam heç onu düşünmür. Ciddi ya. Abdi, yəni ABD-li də, yəni Amerikan uşağı. O baxımdan da bu məzlum obrazına gedən Amerika uşağı, ABD-li, o sazişə də imza atıb Amerikanın təbii ki, əmrində olacaq. Amerikan da Türkiyə ilə danışıqlar aparacaq təbii ki, Əməşara ilə deyil. Deyək ki, artıq dövlətin yapılanmasında Amerika Türkiyə ilə danışıq aparır. Zaten elə Trump hakimiyyətə gələr-gəlməz onu... Yəni, tərəf, Suriya yapılanmasında tərəf Türkiyədir və Türkiyənin də artıq Suriyada siyasi iradəsi qalib gəldi. Bu baxımdan indi təbii ki, içəridə ayrı-ayrı qarşıdurmalar olacaq, mən gözləyirəm. Məsələn üçün, SDK-nın içərisində hansısa qüvvələr narazı olub, tabi olmayıb, vuruşmaq istəyəcək, onu əzəcəklər. Ayrı-ayrı hadisələr baş verəcək. Bütün belə genel götürəndə kimlərsə milyardlarını itirmək istəməyəcək, narko baronlar, narko ticarət, əllərdən böyük imkanlar gedəcək axı. Onlar dağlara çəkilmək istəyəcəklər, qaçaq nəbi kimi, savaşanmaq istəyənlər filanlar. Ondan sonra nə idi o, bir dənəsi də var idi, Qatır Məmmədlər filanlar da olacaq da bilirsiniz. Buradan məsələn nəyə gətirəcək nəticədə? Onlar da yavaş-yavaş dağlarda təmizləyəcəklər Zahir bəy. Belə lokal müharibələr olacaq, savaşlar, toqquşmalar. Amma nəticədə Suriya çox partiyalı sistemlə seçkilərə gedəcək, ana yasasını qəbul edəcək, ana yasaya uyğun olanda yapılanacaq və bu ana yasaya uyğun yapılanmadan sonra bölgəsəl dövlətlərin hamısı onu ana yasaya uyğun olaraq artıq yapılanacaq. Çünki bu ana yasa və yapılanma tək Suriya üçün nəzərdə tutulmayıb, Zahir bəy. Bölgə dövlətlərin hamısı üçün nəzərdə tutulub. Əslində gələcəkdə sonda biz bu yapılanmanı biz Səudiyyə Ərəbistanında Birləşmiş Ərəb Əmirlikliyində, Yəməndə də görəcəyik və təbii ki, üçüncü dalğa İranda olacaq. Onu gətirirdim. İraq və İran. Bundan sonra birisilərə keçəcək. Çünki siz fikir verirsiniz ki, həm də Türkiyə o fəlsəfəni, o anayasaya uyğun olar, öz anayasında dəyişkənlik eləmək istəyir. Fikir verirsinizmi? Türkiyədə artıq deyilən eləyir ki, Türkiyədə çoxunluq türkdür, dövlət türk dövlətidir, dil türk dilidir, çoxunluğun dilidir və bununla yanaşı da biz ayrı-ayrı xalqların, kürdlərin, o birisilə hər kəsin azınlıq haqq və hüquqlarını tanıyırıq, dini azınlıqların haqq və hüquqlarını tanıyırıq, anayasada onu təsdiq eləyirlər ki, bunların haqq və hüquqlarını qoruyur, amma onlara da tapşırılır. Azınlıqda olan xalqlar bir daha gələcəkdə azınlıqlar üzərində böyüyüb, güclənib, çoxunluq olub, hakimiyyəti ələ alıb, ana milləti əzmək istəsə, onlara yol verilməyəcək. Bu da onların öhdəçiliyi olacaq. Ana millət, aparıcı millət, öhdəçilik göstərir ki, sənin mən haqq və hüquqlarını qoruyacam, o da öhdəçilik götürür ki, mən də sənin haqq və hüquqlarına qarşı baş qaldırmayacam. Bu Türkiyədə bu il anayasada bilirsiniz, dəyişkənlik eləmək istəyir. Bütün bunların hamısı ön Asiyada Türkiyə liderliyində yeni bir hərəkətlənmənin əslində bir başlanğıcının müjdəsidir, xəbəridir və indidən də mən deyərdim ki, Trump Amerikası əslində artıq Türkiyənin bu mövqeyinin qalib olacağına artıq əminlik hiss etdi və bu sayədə Trump Amerikası hələlik Türkiyəyə qarşı olmadığını biz görəcək. Türkiyə illəridə addım-addım qalib gəldikcə, irəlilədikcə, yürüdükcə Zahir bəy, siz indi buradan baxarsınız ki, bu il İranda dəyişkənlik yarananda, deyək ki, heç kimin əleyhinə deyil ki, deyirlər ki, referendum keçiririk. Millət, əsas millət kimdir? Türk millət. Nə qədərdir? %70. Bu yaxınlarda Təbriz millət vəkili parlamentdə Dil və Ədəbiyyat Komissiyasının sədri
açıqlama verdi ki, bugünkü İranın əhalisinin %60-ı türkçə danışır. Danışır. Türk dilində danışmayan nə qədər türk var? Bir ən azı 10%, 15% var da. Ki, onlar türkdülər, dillərini bilmirlər. Onlar da gələndə Cahandar Bayoğlu'nun dediği kimi İran %70-75% Türk olur olmur. 65 milyona yaxını Türk olur olmur. Belə bir durumda dövlət dili nə ola bilər? Olmalıdır? Türk dili. Artıq bölgənin siyasi yapılanma fəlsəfəsinə uyğun olaraq mən danışıram ha. Dövlət nə dövlət olur? Türk dövləti. İndi mən hesab edirəm ki, təbii ki, Türk və Türk milləti və yenidən yapılanmada təbii ki, azınlıqların da haqqını tanıyacaq. Farsların, Kürdlərin, Ərəblərin, Bəluçların, Sistanların, Lorların, Talışların, hamının da haqq və hüquqlarını tanımaqla onlara anayasal bir güvən verəcək. Onların haqq və hüquqlarını qorumağı üzərimizə götürəcək və onlara da mesaj verəcək. Siz öz aranızda birləşib bizə qarşı çıxa bilməzsiniz, anında başınız əzilər. Biz nə öhdəçilik götürürük, siz nə öhdəçilik götürürsünüz, ona əməl eləməlisiniz. Dava, müzakirə bunun üstündə gedir Zahirbəy. Belə olduğu bir durumda da təbii ki, orada millətimiz, mən belə düşünürəm ki, İranın adının İran olmasını təbii ki, istəməyəcəklər. İndi mən artıq ora Güney Azərbaycan da ola bilməz Zahirbəy. Azərbaycan da ola bilməz, Azərbaycan Cumhuriyyəti var, doğru mu? Yeni bir ad təbii ki, meydana çıxacaq. Şimdi nə olsun? Mən düşünürəm ki, o dövlətin adı Turan ola bilər. Turan dövləti. İndi bəzən sual verərlər ki, Turan böyük bir coğrafiyadır və Türk birliyi... Türkiyəli ola bilər. Yox, niyə? Türk birliyinin adı Turandır. Onda mən sual verirəm ki, yəni bugün praktikada olan tərəfdən danışıram. Amerika qitədir, 2 dənə qitə var, doğru mu? Amma bir də Amerika dövləti var, düzdür? Deyərlər ki, niyə Amerikanın özü qitədir, gör nə qədər dövlət var, niyə Amerika dövlət olsun? Deməli, Amerika 2 qitəli Amerikada bir Amerika dövləti ola bilirsə, Turan birliyində də bir dövlətimizin adı Turan ola bilər. Turan da ola bilər, Türkiyəli... Yəni bu artıq fikirdir. Maraqlıdır, bəli. Biz bu fikirləri müzakirə təbii ki, edəcək zamanına ona doğru gedirik. Artıq Azərbaycanımızın günləri bilirsiniz, millət o bölgədə, İran adlanan Azərbaycanda gələcəyini necə görür, siyasi yapılanma necə olacaq, onun haqqında müzakirələrin artıq başlandığını biz görürük və eyni zamanda bu dövlətin təpəsində davam edir. Zahirbəy, elə belə deyil. Dövlətin təpəsində artıq gələcəkdə bu dövlət, Türk dövləti olacağını artıq görürlər. Bəli. Dövlətin təpəsində olan adamlar ondan razılaşır. Və İranda da, İran adlanan Azərbaycanda da Zahirbəy artıq vilayəti fərqlilik ünsüzü olmayacaq da bilirsiniz. Bəli. Yeni yapılanmaya uyğun olaraq Suriyada və İraqda və digər bölgəli dövlətlərdə olan anayasa İrana da tətbiq olunacaq. Yəni o anlamda Cumhurbaşqanlıq sisteminə keçilir. Parlament çox partiyalıq əsaslar əsasında seçkilərlə formalaşır və beləliklə İran adlanan Azərbaycanda olan dövlət qansız, qadasız, təbii ki, bəzi lokal savaşlar, qarşı durmalar, ölümlər ola biləcək, amma böyük mənada savaşlar olmayacaq. Mən hesab edirəm ki, bu baxımdan da Zahirbəy, Türkiyənin Suriya üzərində qələbəsindən sonra artıq İsrailin İrana savaşı, Amerika bombalar turlayacaq, onlar olmayacaq. İranda dəyişkənlik təpədən xalqın öz iradəsindən bir yerdə başlayacaq baş verməyə. İnşallah. Biz ona görə də bugün xalqımızla doğru və düzgün davranmağı aparmalıyıq və bunun nəticəsində biz əvvəldən sual verdik. Azərbaycan nə etməlidir? Doğrudurmu? Ya Türkiyədə. Siz özünüz görürsünüz ki, Zahirbəy, Türkiyədə bu Laskiya, Tartus bölgəsində məhsəbçiliklə bağlı qırğınlar baş verir. Hələ də görürəm çağırışlar elan eləyirlər. Sokaqlara çıxın, orada bizim Ələvi qardaşlarımızı öldürürlər. Çağırışlar Türkiyədə görürsünüz də. Bəli. Millət vəkilləri Zahirbəy, partiya sədrləri açıqlama verirlər. O LGBT göyərçinlərin oradakı uzantıları da bunların hamısını eləyənlər. Siz fikir verdiniz, Laskiyədə hadisələr olmamışdan öncə görünür bir artıq hazırlığın siqnalı verilmişdi da.
İmamoğlu özünü namizəd eləyən eləyib İzmirdə, bəli. Adanada zətdə inqilab eləyirdi. Fikir verdinizmi? Həmin hadisələrə təsadüf eləyirdi. Bunların hamısı bir yerdə hazırlaşmışdılar Zahir bəy. Türkiyəni içdən və dışdan qarışdırıb bölgəni LGBT dünyasının caynağına verib kirli niyyətlərini həyata keçirsinlər. Bu baxımdan mən hesab edirəm ki, bugün Sayın Erdoğan'ın siz məclisdə çıxışına qulaq asdınızmı? Bəli. Daha çox LGBT məsələsinə, ailə yapısı və LGBT-ciliyə gətirdi. Hər halda çoxsu başa düşdü ki, Türkiyə LGBT-ciliyi ilə bağlı qərar qəbul edəcək, ailənin qorunması, sağlam nəslin yetişməsi. Yekunlaşdırırıq, amma orada o İmralı məsələsinə də toxundu. Onlara diqqət elədiniz o məsələyə. Hansı anlamda? Yəni ki, belə deyək, dolayısıyla Dövlət Bahçəlinin başlatdığı məsələ ki var idi ki, terroru dayandırın, gəlin Millət Məclisinə. Dedi ki, məndən randevu istəyərlərsə mən bunu verərəm. Yəni bu görüşü. O DEM partiyasına deyir. Bəli. Məclisdə olanlara deyir. Dağlarda olanlara təbii ki demir. O İmralı komandasına deyir. Sadəcə bunları o Kürt xalqı üzərində qurulmuş oyun var da bilirsiniz. Halbuki nə PKK-nın, nə YPG-nin, nə SDK-nın, nə PJAK-ın, nə KYB-nin, nə KDP-nin heç birinin Kürt millətinə aidiyyəti yoxdur. Hər birinin arxasında ayrı-ayrı dövlətlər durur. Həmin dövlətlərin oyuncaq quruluşlarıdır. Kürt adından oynayırlar. SDK-nə Zahir bəy, bugün hər kəs elə bilir ki, SDK Suriyada olan o Fıratın doğusunda olan bölgədə SDK-nın hakim olduğu bölgə var ha. Çox adam elə bilir ki, oradakı silahlı qüvvətlər Kürtdür. Heç oradakı silahlı qüvvətlərin içərisində %30 Kürt yoxdur Zahir bəy. Belə 8 milyon əskər Almaniyadan gəlib. Küresel mafyanın o qurduğu bir əskəri gücdür. Sabah indi onlar Suriya əskərinə inteqrasiya edəcəklər ha. Elə bir sonra qalacaq, bir də baxacaq ki, orada 60 min əskər var idisə, onu ya 15-i gedəcək, qalanlar çıxıb qaçacaq. Digər tərəfdən, Zahir bəy, ona gətirmək istəyirdim ki, bununla yanaşı artıq Türkiyədə həm qanunlarla bir çox məsələlərə, o göy ərçinlərə, o mavi rəngdə olanlara, rus dilində nə deyirlər Zahir bəy, maviyə? Ben bilmirəm. O rəngdə olanlara artıq qırmızı işığını yandırmaqla, o kravatda olduğu kimi bayrağımızın rənginə uyğun olaraq bir qaldırmaq şərtindən ciddi bir hərəkətlənmə olacaq. Mən inanıram ki, Zahir bəy, Cumhuriyyət Xalq Partisi yenidən artıq təşkilatlanacaq. Keçmiş formatı tamamilə mavilərin partiyası olduğu, ona görə LGBT dünyasına işçi olduğuna görə, Avropanın fondlarından birbaşa fondlandıqlarına görə tamamilə artıq yenidən qurultaya gedəcək, yenidən yapılanacaq. Bunun yanaşı da Zahir bəy, mən sizə tam əmin eləyirəm ki, Azərbaycan da artıq LGBT-cilik ilə bağlı məclisdə qanun qəbul olunmalıdır. LGBT-cilik ilə bağlı USAID-dən, Amerikanın və Avropanın ayrı fondlarından maliyyələşən siyasi xadimlər, parlamentarlar xalqa elan olunmalıdır, media patronları xalqa elan olunmalıdır. Onların gələcək fəaliyyətləri artıq dondurulmalıdır. Nə parlamentar ola bilərlər, nə siyasi xadim, nə media patronu ola bilərlər. Onlar Azərbaycan dövləti də bunu həyata keçirməlidir. Bunun yanaşı ailə institutu gücləndirilməlidir. Ailə institutunun güclənməsinə bağlı gələcəkdə biz ayrıca bir proqram hazırlayarıq. Çox vacib məsələdir. Söhbət burada tək LGBT-ciliyin aradan qaldırılması deyil Zahir bəy. Yeni nəslin sayının artırılmasından bağlı, ailələrin dağılmasının qarşısının alınmasından bağlı çox saylı proqramlar işlənməlidir. Dövlət qayğısına götürülməlidir. Uşaq pulu, bir çox təşviq edici amillər burada nəzərə alınmalıdır ki, ailə güclü ailə olmalıdır. Güclü ailəsi olan millət güclü millətdir. Güclü millətin də dövləti güclü olur. O fəlsəfə ilə biz bu yola çıxırıq və biz hesab edirik ki, milləti yaşatmalıyıq ki, dövlət yaşasın və dövlət də yaşamaq istəyirsə, milləti yaşatmalıdır. O fəlsəfə ilə yola çıxırıq. Bununla yanaşı Zahir bəy, Azərbaycanın nazirlikləri, dövlət qurumlarında məmurlar xüsusi olaraq artıq xüsusi metodlarla yenidən testdən keçirilməlidir. Azərbaycan türkçəsini bilməyən adamlar nazir mavini, idarə rəisi olur, məmur olur.
Eyni zamanda Azərbaycan tarixini bilməyən adamlardan dövlət məmuru çıxa bilərmi Azərbaycan? Azərbaycanın qədim dövlət əxlaqını və dəyərlərini bilməyən adamlardan dövlət məmuru çıxa bilərmi? Yox. Ona görə də bütün məmurlar, nazirlər daxil olmaq şərtindən yeni testdən keçirilməlidir. Testdən keçirilməyən hər kəs işdən azad olunmalıdır. Onunla bağlı da gələcəkdə biraz ayrı bir proqram ayırmanızı və fikirlərimizi bölüşməyimizi sizdən xahiş edirəm. Çox sağ olun Cavandar bəy. Əziz dostlar, daha bir canlı yayın buraxılışımızın sonuna gəldik. Yayın bəyənib paylaşın. Eyni zamanda aşağıda rəy bölümündə siz də fikirlərinizi yazmağı unutmayın. Sağ olun.